paçka hələ ikinci ərazimizdə də var indi bir bura Yəni yetərincə var. Yer çatmır. Və bizim növbəti məhsullarımız var ki, Sika məhsullarımız var. onların içərisində uduşlar var. Bəli, həm endirimdədir hal-hazırda. Aha. Həm də ki uduşlarımız var. Həm endirimli, həm uduşludur. Salam dostlar, sabahınız xeyir, işiniz uğurlu olsun. Var olasınız. Var olun, çox sağ olun. Gəldik, çatdıq bizim yenə də təmirdə, eyni zamanda tikintidə ən vacib və ən lazımlı məhsullardan olan daşı daş üzərinə qoyub yapışdırmaq lazımdır, evə ağartmaq lazımdır, evə dizayn vermək lazımdır. Möhkəmliyini, eyni zamanda həm içərisində hava axını oynasın, nəmə, qarşı davamlılığını möhkəmləndirmək üçün bu məhsullardan mütləq istifadə etmək lazımdır ki, burada da bizim sementlərimiz olacaq, eyni zamanda gipslərimiz, üzlüklərimiz, astarlarımız, şpaklyovkalarımız, daha nələr, daha nələr. Hal-hazırda gördüyünüz məhsul Sika məhsuludur. 25 kiloluqdur. Hə, Sika məhsulunun içərisində uduşumuz da var, əziz dostlar. Deməli, 30 qəpik içərisindən uduş çıxır. Sika yapışdırıcıların hər bir 25 kiloqramdır, üzərində qeyd olunubdur. Sadəcə markal var, 50'lik var, 110'luq var. 110'luq var. Bunlar markadır. Alırsınız deməli Sika məhsulunu, içərisində olan uduşu kəsib götürürsünüz, gətirirsiniz Emeritli İnşaata, təqdim edirsiniz kassa bölməsinə və 30 qəpiyinizi bir daha yenidən, necə deyərlər, geri almaq imkanınız var. Odur ki, hər birinizi dəvət edirik, məsələ Sika məhsullarını əldə etməyə. Deməli, 6 manat 80 qəpikdir. Müştəri bunu aparıb, kupon getməyə ehtiyac yoxdur. Hər, məsəl üçün, alışda, məsəl üçün, 50 yığmaq olar. Yox. 50 dənə almadı. 50 dənə avtomatik olaraq 30 qəpik hesablayırlar. Məsəl üçün 1 manat 50 qəpik, məsəl üçün deyə 10 manat 50 qəpik. Avtomatik olaraq kassada geri alırlar. Ta bu da müştəri aparsın bunu. Məsəl üçün deyə Yevlanın Asabi kəndinə. Hə, geri qaytarmağa ehtiyac yoxdur. Ehtiyac yoxdur. Hal-hazırda kassada vurulur. Orada da avtomatik olaraq pulunu verilir, çıxır gedir. Süper. Bu daha çox hoşuma gəldi. Bayram özəl belə bir endirim oldu ki, avtomatik olaraq bir də müştəri bu kuponu yığıb götürüb gəlməz. Yəni 50 kiloqramın, 25 kiloqramın çəkisi, yəni 50'likdir. 6 manat 80 qəpikdir. Məsəl üçün 6 manat 50 qəpikdən avtomatik olaraq hesablanır. Yəni 30 qəpik avtomatik olaraq qaytarılır. Onu yenidən qaytarıb gətirməyə ehtiyac olmur. Söylədiyiniz kimi Teşmin Keçərimizdən deyir ki, Azərbaycanımızın bütün bölgələrindən yaxınlaşırlar, Emeritli İnşaatdan alış-veriş edirlər. Bir də o qədər məsafəni qayıtmağa ehtiyac yoxdur. Ehtiyac olmasın. Orada çıxır. Amma məsəl üçün müəyyən məhsullarımız var ki, orada kuponlar təqdim olunmalıdır kassaya, bəli. Orada. Burada bizim giperlərimizdir. Hə, giperlərimiz var. Fiberlərimiz var. Bəli. Fiberdə də Fiberimizdə də var. 40 qəpik. 40 qəpik bir dənə. Fiberdə 40 qəpik. Hə, onlarda Fiberdə amma avtomatik olaraq kupon çıxır. Fiberdə. O kuponu təqdim eləyənə satış olsun, hə? Və 25 kiloqramlıq bizim fiberimiz 5 manat 60 qəpik. Bəli, tamamilə doğrudur. Təqdim olunur. Qiymət olunsa 40 qəpik kupon hər birindən də çıxır. Yəni birindən çıxır, birindən çıxmır söhbət yox. Bütün kisələrimizdə bizim kuponlarımız var.